that thing in your pants. You got nothing for me, no. Your sister knows how to dance. She might be more my speed, yeah. She moves just like a panther, baby. I bet you never knew when I said, this is how we go about it, to make our heads explode tonight. This is how we go about it, to make our heads explode. I am a pillar of salt. You'll never be worse than me, no. So get in the fucking car. We got us a world to bleed, yeah. I hold all the combinations to give you peace of mind. And I said, this is how we go about it, to make our heads explode tonight. This is how we go about it, to make our heads explode tonight. I got all the combinations, you know, don't you know I'm always right. This is how we go about it, to make our heads explode. Offroad üçün hazırlıqlı avtomobillər keçdi. Nəyə görə? Çünki həm təkərin protektorların izi başqa cürdür. Sırf bu yol üçün nəzərdə tutulub təkərlərin protektorları. Bu avtomobili isə təkərin protektoru adi yol şəraiti üçündür. Ona görə də biraz ağır gəlir bunun üçün. Həm nəyə görə? Həm avtomobilin özü də ağırdır və avtomobillərdə fərq var oturuşunda. Çünki bu avtomobilin biraz oturuşu aşağıdır, ön bamperi zədələyir. Ona görə hamı ehtiyatla istəyir ki, kömək eləsin bu avtomobili çıxartsınlar. Görək. İnşallah deyirəm ki, yəqin ki, çıxardalı. İndi yer axtarırlar qoşqunu qoşmağa və yenə də Chevrolet Blazer modeli, bu model 6,2 litr həcmli turbo dizel mühərriki var. Fikir verin, dartıcı kimi bu avtomobildən istifadə edirlər. Baxın, tank kimi necə dartır. Deməli, yenə qonşu öz köməyini göstərdi və nəticədə üst başı batdı. Qonşu eybi yox, sən bizə suda da keçmək kömək elə, düzdür. Qeyri-adi vasitələ keçdik. Problem deyil. Ona görə də qonşu da kömək eləməlidir. Bəs necə olmalıdır?
Yolun yarısını keçmişik. İndi müəyyən hissə qalıb, oranı keçirik. Burada balaca bir göldür, amma göldə elə bil maraqlıdır da avtomobillər görə burada necə keçir, necə özünü göstərir. Məsafə get-gedə azalır. Lazım olan nöqtəyə çatırıq və heç nə.